Xoş gördük bir daha hörmətli izləyicilər. Bugün biz sizə 44 günlük Vətən müharibəsi və yaxud da 2-ci Qarabağ müharibəsi adı ilə tariximizə daxil olmuş, bu müharibəni bitirən üç tərəfli bəyanatla azad olunmuş şəhər mərkəzləri, eyni zamanda sonda bir günlük antiterror əməliyyat nəticəsində azad olunmuş şəhərlərin xəritə üzərində necə asanlıqla müəyyən edilməsi yollarını izah etməyə çalışacağıq. Deməli, gördüyünüz kimi xəritədə müasir Azərbaycan ərazisi təsvir olunmuşdur. 44 günlük Vətən müharibəsinə qədər şimalda Kəlbəcərdən, cənubda Zəngilan və şərqdə Beyləqana qədər olan Qarabağ əraziləri, Dağlıq Qarabağ və onun ətraf əraziləri erməni işğal altında idi. Düzdür, aprel döyüşlərində biz iki mühüm yüksəkliyi, yəni Tərtər istiqamətində Talış yüksəkliyini, Füzuli istiqamətində isə Lələtəpə yüksəkliyini azad edərək müəyyən təhlükəsizliyi təmin edə bildik. Eyni zamanda 2018-ci ildə günlük əməliyyat nəticəsində 11 hektar, burada 2 hektardan çox, burada isə 11 hektar günlük əməliyyatda 2018-ci il günlük əməliyyat nəticəsində 11 hektar ərazi nəzarətimizə keçdi. Eyni zamanda İrəvan, Gorus, Laçın, Xankəndi yoluna da nəzarət etmək imkanı əldə etdik. 44 günlük Vətən müharibəsi bildiyiniz kimi 2020-ci ilin 27 sentyabr tarixindən 2020-ci ilin 10 noyabr 3 tərəfli bəyanat, yəni Ermənistanın baş naziri, Rusiya Federasiyasının prezidenti və Azərbaycan Respublikasının prezidenti arasında imzalanmış 3 tərəfli bəyanatla başa çatdı və sonunda da antiterror əməliyyatı məhz 2023-cü ildə həyata keçirilərək tamamilə biz Qarabağın dağlıq hissəsində suverenliyimizi bərpa etdik. İlk öncə 44 günlük Vətən müharibəsində azad olunmuş şəhər mərkəzlərini qeyd edək ki, məhz gördüyünüz 2 Füzulidir, 1 Cəbrayıldır, 3 Zəngilandır, 4 Qubadlıdır, 5 Şuşa şəhəridir. Yəni Azərbaycan mədəniyyət mərkəzi Qarabağın tacı olan məhz Şuşa 5 nömrəsində yerləşir. Qarabağda ən kiçik demək ki, əraziyə malik olan bir şəhər mərkəzidir. Biz necə tapacaq bu azad olunmuş şəhərləri? Qeyd edək ki, ilk şəhər mərkəzi kimi məhz Cəbrayıldır. Oktyabrın 4-də azad olunmuşdur. 17 oktyabrda Füzulidir. 20 oktyabrda Zəngilandır. Füzuli gördüyünüz kimi bu kəsiyin qarşısında olan Beyləqandır. Beyləqandan qərdə Füzuli yerləşir. Füzulidən sonra isə Cəbrayıldır. Cəbrayıldan sonra da Ermənistan və İran sərhəddində, yəni üçbucağa yerləşən məhz Zəngilan rayonudur. Zəngilandan da yuxarıda məhz Qubadlı yerləşir. İndi bununla biz ardıcıllıqla izah etməyə çalışacağıq. Deməli, ilk öncə Cəbrayıldır ki, oktyabrın 4-də, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilandır, 22 oktyabrda da Ağbənd qəsəbəsi azad olunmaqla biz İranla sərhəddimizi tam bərpa edə bildik. Rayon kimi soruşsa Zəngilanı götürəcəyik, amma qəsəbə adı soruşsa, yəni Ağbənd qəsəbəsi ilə məhz bu üçbucaqda yerləşir ki, məhz oktyabrın 22-sində azad olunmuşdur. Cəbrayılın və ya da Xudafərin körpüsünün 18 oktyabr azad olunmasıyla İranla sərhədimizin böyük bir hissəsində nəzarəti bərpa etmişdiksə, Zəngilan və ya da Ağbənd qəsəbəsinin azad olunmasıyla tamamilə İranla olan sərhəddə nəzarəti bərpa etmiş olduq. Gördüyünüz 4-cü ərazi Qubadlıdır. Qubadlı oktyabrın 25-də azad olundu. Qubadlını necə təyin edəcək? Bildiyiniz kimi cənubdan şimala sarıyıqda Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları yerləşir. Yəni cənubdan şimala ikinci rayon mərkəzi və şəhər mərkəzi Qubadlıdır ki, o da oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşməndən azad edilmişdir. Şuşa isə gördüyünüz Dağlıq Qarabağa, yəni 1923-cü il iyunun 7-də yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazilərdən idi. Gördüyünüz biz məhz onu təsvir etməyə çalışmışıq. Dağlıq Qarabağın hissəsini və ya da Qarabağın dağlıq hissəsini. Şuşa məhz Laçın dəhlizindən şimal-şərqdə yerləşən bir kiçik şəhərdir. Məhz noyabrın 8-də Azərbaycan qəhrəman ordusu bu şəhərdə düşməndən təmizlədi. Bu Azərbaycanın qələbəsi artıq rəsmiləşdirilmiş oldu. Məhz bunun nəticəsi idi ki, 9-dan 10-a keçən gecə 3 tərəfli bəyanat imzalandı. Bəyanata görə 15 noyabrda Kəlbəcər, gördüyünüz 7-ci
nömrədə yerləşən və quş dimdiyinə oxşar bir dimdiyə bənzər bir ərazisi də var ki, bunun məhz ki, Kəlbəcərdir. 15 noyabrda azad olunmalı üç tərəfli bəyanatla. 20 noyabrda Ağdam gördüyünüz 6 nömrəsində yerləşir. 1 dekabr isə Kəlbəcər azad edilməli idi. Amma 10 gün gecikdiyi üçün 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda da Laçın düşməndən təmizləndi və ya düşmən bu ərazidə Azərbaycana təhvil vermək, yəni götürdüyü öhdəliyə əsasən təhvil verməli oldu. 2023-cü ilin aprel ayında Laçın dəhlizidə biz Qarabağ dağlıq hissəsində yerləşən mülki erməni əhalisinə Ermənistanla əlaqə yaratmaq üçün təhlükəsiz Laçın dəhlizi humanitar dəhliz olaraq vermişdik. Amma ermənilərin üst tərəf bəyanatı əsasən götürdüyü öhdəlikləri yerinə yetirməməsi, məxsusən də minalar daşıyaraq Azərbaycan ordusuna, mülki əhalisinə qarşı törətdiyi təxribatların qarşısını almaq üçün 2023-cü il aprel ayında gördüyünüz Laçın dəhlizində Azərbaycan sərhəd məntəqəsi, keçid məntəqəsi qurmaqla nəhayət tam olaraq Ermənistanla sərhədlərimiz nəzarətə götürmüş olduq. 2023-cü ilin 2022-ci il avqust ayında qisas əməliyyatı ilə bir sıra yüksəliklər, Sarbaba, Qırxqız və s. yüksəlik azad olunmuşdursa, 2023-cü ilin sentyabrın 19-dan 20-sinə kimi cəmi 23 saat 43 dəqiqə davam edən lokal antiterror əməliyyatı nəticəsində gördüyünüz Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri məhz düşməndən azad olundu və Azərbaycan Qarabağın dağlıq hissəsində tam olaraq suverenliyini bərpa etmiş oldu. 2023-cü il sentyabrın 28-də xunta rejimi özünə buraxılması haqqında fərman verdi. 2024-cü ilin yanvarın 1-də isə məhz bu xunta rejimi tarixin zibilliyinə qovuşmuş oldu. Gördüyünüz burada iki ərazi biz qeyd etmişik. Bu Tovuz döyüşlərinin baş verdiyi məhz 2020-ci il iyul ayında məhz 12 qəhrəman hərbi qulluqçularımızın şəhid olması ilə nəticən Tovuz təxribatı məhz bu ərazidə baş vermişdir. Bu ərazidə məhz ermənilərin məqsədi neft-qaz infrastrukturumuza zərbə vurmaq və ya nəzarətə götürülməklə Azərbaycana təzyiq etmək niyyətindəyirlər. Amma qəhrəman Azərbaycan ordusu Ermənistanın törətdiyi təxribatın qarşısını qətiyyətlə aldı və bu döyüş məhz 44 gün Vətən müharibəsinin məhz sədası oldu. Bu da ki, Qazaxdır ki, məhz 2024-cü ildə məhz biz 23-cü ildən başlayan proses 24-cü ildə Qazaxın 4 anklav, yəni Ermənistana qalan məhz və yaxud da Qazaxdan işğal olunmuş kəndlər məhz Azərbaycana Ermənistan qaytarmaq məcburiyyətində qaldı. Bu gördüyünüz ştrixlənmiş və yaxud da xəttlənmiş ərazilər isə bildiyiniz kimi məhz Gəncə, Tərtər, Bərdə və Beyləqan şəhərləridir ki, düşmən cəhbədə yəni məruz qaldığı uğursuzluqları unutturmaq üçün məhz Azərbaycanın dinc əhalisinə qarşı, yəni təxribat törətməyə, ballistik raketlər atmaqla Azərbaycanın arxa cəhbəsində əhali arasında panika yaratmaq istəyirdi ki, məhz 2 dəfə Gəncə şəhərinə, 2 dəfə Bərdə və digər Tərtər və Beyləqan şəhərlərinə də məhz ballistik raket ataraq Azərbaycan ordusu qarşısındakı uğursuzluğunu məhz bu cür unutturmağa çalışırdı. Bir daha qeyd edək ki, məhz bu 44 günlük Vətən müharibəsi gedişində Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən və yaxud da cəbhə xəttinə aid olmayan və ballistik raketlərlə dinc əhalimizə məhz atəş açdığı şəhərlərdir. Gəncə, Tərtər, Bərdə və Beyləqan şəhərləridir.